Salyan rayonunun Aşağı Noxudlu kənd sakini Vüsal Muradov illər əvvəl özünə məxsus pay torpaq sahəsinin kənarlarına bir neçə ağac əkib. Lakin bir müddət əvvəl həmin ağaclarda budama işləri apararkən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu 100 manat məbləğində cərimə ediblər. İndi vətəndaş iddia edir ki, ona qanunsuz olaraq cərimə yazılıb. Vüsal Muradov deyir ki, əkdiyi ağaclar sahədə işləyən traktorların hərəkətinə maneə yaratdığı üçün onları kəsməyə məcbur qalıb. Gəldilər, məni cərimələdilər 100 manat. Dedim, neynək? 100 manat cərimələyəndən sonra mən elə bir qərara gəldim ki, traktoristlər həmin yerdən keçə bilmirdi. Sahəmin də ortası idi. Ağacları kəsdim, kəsəndən sonra gəldilər mənə 2000 manat cərimə yazdılar. Şikayətçi bildirir ki, cəriməni ödəmədiyinə görə vəsait məhkəmə qərarı ilə əmək haqqından tutulur. Onun sözlərinə görə məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsə də heç bir müsbət nəticəsi olmayıb. 460 manat maaşa baxıram. Mənim indi o ekologiyanın cəriməsini göndəriblər mənim idarəmə. İdarəmə göndəriblər, mənim 50% maaşımdan tuturlar. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bildirildi ki, Salyan rayonu Yuxarı Noxudlu kənd ərazisində ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb. Araşdırma zamanı 4 ədəd söyüd ağacının Vüsal Muradov tərəfindən mülkiyyətində olan pay torpaq sahəsində kəsildiyi və təbiətə 4300 manat məbləğində ziyan dəydiyi hesablanıb. Faktla bağlı protokol tərtib olunub və vətəndaş 2000 manat məbləğində cərimə edilib. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spais xəbər, Salyan.